Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs olunan SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin qlobal təsir imicinin arxasında əhəmiyyətsiz, lakin dağıdıcı strategiya dayanır. O, neft və maliyyə sektorlarında əsas qərar qəbul edən şəxsləri işə götürmək və manipulyasiya etmək üçün yüksək profilli müşahidçilərdən istifadə edib. Adnan Əhmədzadənin çevrəsinə yaxın mənbələr bildirir ki, o qaranlıq biznesində 20-dən çox müşayiətçidən istifadə edib və onları lüks bir villada yerləşdirib. Burada biznes tərəfdaşlarını cəlb etmək üçün sosial, eləcə də lüks əyləncəli tədbirlərin təşkil edildiyi bildirilir. Adnan Əhmədzadənin bu yanaşması ilkin olaraq qapıların açılmasına və şəbəkəsinin genişlənməsinə hesablanıb. Özünü neft şəhzadəsi adlandıran Əhmədzadə tez-tez beynəlxalq tədbirlərdə çıxış edərək qlobal idman ikonları və qərb biznes elitaları ilə münasibətlər qurub. Maraqlıdır ki, işlədiyi müddətdə Əhmədzadə özünü Rusiya-Azərbaycan neft ticarətində əsas maliyyə vasitəçisi kimi təqdim edib. Məlumatlara görə Rusiyanın Surgutnefqaz və Lukoil kimi böyük enerji qrupları ilə geniş əlaqələri inkişaf etdirib. İddialara görə Əhmədzadə bu şirkətlərə çox milyard dollarlıq dövriyyə kapitalı dəstəyini təmin edilməsində mühüm rol oynayıb. Söhbət 3 milyard dollardan gedir. Bu maliyyə dəstəyi vasitəsilə Əhmədzadə onların ticarət axınlarının bir hissələrini təsirli şəkildə təmin edib, sanksiyaların yaratdığı təzyiq zamanı likvidliyi qoruyub və onların kommersiya və siyasi şəbəkələrində təsirini dərinləşdirib. Ənənəvi maliyyədən əlavə Əhmədzadə kriptovalyuta sektorunda da imkanlarını genişləndirib və o, Rusiya, Yaxın Şərq, Avropa arasında kriptovalyuta əsaslı hesablaşmalar adı altında pul köçürmək üçün nəzərdə tutulmuş ofşor rəqəmsal aktiv vasitələrini idarə edib. Bu müəssisələr ayda təqribən 5 milyard Amerika Birləşmiş Ştatları dolları məbləğində vəsait işlədib, neft əməliyyatlarından əldə edilən gəlirlərin yuyulmasında rol oynayıb. Elit işgüzar dairələrdə Əhmədzadə regionda nüfuzlu fiqurlarla sıx şəxsi və sosial münasibətlər qurmaqla tanınırdı. Lakin 2025-ci ilin sonlarına doğru bu görüntü çökdü. Əhmədzadəyə güclü şəxsi sədaqətlərini qoruyub saxlayanlar onun kommersiya kanallarının davamlılığını təmin edirlər. Bu qalıq əlaqələr onu göstərir ki, Əhmədzadə həbs olunsa da, onun xüsusən də satın alma sahəsindəki imkanları hələ də regional neft ticarətinin segmentlərinə sakit təsir göstərir. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.